2 sm arxa hissədən böyük olur hər zaman. Bu arxa hissəni burada biçəcəyik, burada isə ön hissəni. 7 sm boyun dairəsini götürürük, standart ölçü ilə. 7 sm boyun dairəsini götürüb, 7 sm eni uzunu qeyd elədik. 13 sm çiyin xəttini götürüb, 3 sm aşağı düşdük çiyin xəttindən. Bunu da ona görə düşürük ki, çiyin dik qalmasın. Dolu tikəndə bu belə dik qalacaq, yatmayacaq. Ona görə buna düşməliyik ki, çiyinimizə rahat otursun, hamar otursun. Sonra öndən koftanın uzunluğunu tapırıq. Neçədir? Məsələn, ön hissədən çiyinin hündür nöqtəsindən qoyub tapdıq. 43 sm. 43 sm qeyd elədik koftanın uzunluğunu. Koftanın uzunluğunu götürdükdən sonra arxadan koftanın uzunluğunu götürürük. Məsələn, arxada koftanın uzunluğu 42 sm. Qol dibini 2 yolla tapa bilərik. Bir standart 20 sm, bir də koftanın uzunluğunu 2-yə bölərək. Böldük, 42-ni böldük 2-yə, elədi 21 sm. 21 sm qeyd etdik. 21 sm bizim qol dibi dərinliyimiz. Qol dibi dərinliyimizdə sinə yarım çevrəmizi tapacaq. Sinə yarım çevrəmiz məsələn 25 sm-dir. Biz 25 sm-ni qeyd etdik sinə çevrəsində. Sonra bel yarım çevrəsini tapırıq. Bel yarım çevrəmiz 19, məsələn, özümüzdən təxmini bir rəqəm götürək. Üstə gələk 3 sm viçkanın payını. Bu da elədi 22 sm. 22 sm-i qeyd etdik beldən. Sonra biz götürürük sinənin arasını, bir də sinənin hündürlüyünü, viçkaları tapmaq üçün. 3 sm-ni birləşdirək. Sinənin, çiyinin hündür nöqtəsindən götürdük. Neçə oldu? Məsələn, sinənin hündürlüyü oldu 26 sm qeyd etdik. Sinə aramız da oldu 18 sm. Böldük 2-yə, neçə elədi? 9 sm. 9 sm-ni biz qeyd etdik. Əgər biz buna viçka, relyef qoyuruqsa, 9 sm-dən əvvəl də 1,5, sonra 1,5 götürürük ki, relyef tikişi burada tam gəlib otura bilsin. Biz bunu elə bilirik, yaxın, kənar qalmasın, biraz yaxın olsun. Sonra viçkaları, sinə boşluğu vermək üçün viçkalara. 3 sm-dir, 3-4 sm. Bax, sinədən də, görürsünüz, boşluq qoyuruq. Aşağıdakı qalxan viçka, bir viçkasına da 3-4 sm sinə boşluğu qoyuruq ki, sinə içində rahat otursun. Bunların arasındakı məsafə 3-4 sm olur, razmerə görə, sinənin hündürlüyünə görə. 3-4 sm. Sonra viçkaları birləşdiririk. Bu ön hissə. Sonra qol dibi dərinliyini 2-yə bölürük. Buradan aşağı 2-yə böldük. 1 sm içəri giririk. 1 sm-dən sonra birləşdirib çiyin xəttindən çıxardırıq. Çiyin xəttindən içəri giririk. Çünki çiyin balacalaşır. İndi arxa hissə. Burada boyun dairəsində əgər normal çəkə bilmirsinizsə 2 sm önə çıxın, 2 sm-dən birləşdirin boyun dairəsində. Sonra arxada boyun dairəsi eyni qaydada 7 sm götürülür. Eyni uzunu isə 2 sm. Çiyin xətti 13, 3-də düşürük aşağı. Sonra koftanın uzunluğu eyni qaydada götürülür. Arxada necədə? Tutaq ki, arxada 42-dir. 42-ni götürdük. Qol dibi dərinliyini götürdük, böldük 2-yə və yaxud da 20 sm böldük 2-yə. Sinəni tapdıq. Fərq nədir? Bu 25-dirsə, sinə yarım çevrəsi. Burada isə olacaq 24 sm, 1 sm kəm. 24. Bel burada 19-dursa, burada olacaq 18 sm, üstəyə 3 sm viçkanın payı. Birləşdirdik. Sonra qol dibini isə biz kənarı ilə gedirik. Görürsünüz, içəri keçmirik. 1 sm bu içəri keçdiyimiz var. Bu 1 sm içəri keçmirik. Boyun dairəsini də ovallaşdırırıq, birləşdiririk. Sonra yenə viçkaların payı. Fərq nədir? Fərq ondadır ki, 12-14 sm qalxırıq viçkanın hündürlüyünü, öndə sinənin hündürlüyünə görə qalxırıq. Arxada isə 12-14 sm razmerə görə qalxırıq, yuxarı qalxırıq. Burada da sinə viçkası olmadı, arxada da sinə yoxdur.